Millət vəkilliyinin nə boyda məsuliyyətli bir vəzifə olduğunu adamlar dərk eləsə, millətə xidmət eləməyin məsuliyyətini dərk eləsə, heç kim bu ölkədə deputat olmaq istəməz. Ancaq bu vəzifənin məsuliyyətini dərk eləyən adamlar deputat olmaq istəyər. Yəni millətin, xalqın o yükünü öz çiyinlərində daşımaq istəyən adamlar gedib deputat olmaq istəyər. Azərbaycanda bax bu millə məclis, qardaş, keyf, əyləncə, toxunulmazlıq hüququ, yemək, içmək, çapıb, talamaq yeridir deyin, yerindən duran deputat olmaq istəyir. Çünki o məsuliyyət, millətə xidmət eləmək vəzifəsi yoxdur axı orada. O quruş belə baxıram, hamı deputat olmur. Narazılıq edir, bir dənə orada sarsaq bir saytı var. Saytın redaktoru iddialıdır ki, mən niyə deputat olmayayım? Belə bil, niyə bu deputat? Bunda ağıl, beyin, savad, bunda ağzın sözünü danışa bilir bu adam getdi. Və niyə bu iddiaya düşüb bu adam? Çünki görür ki, Siyavuş Noruzovun oturduğu məclisdə mən niyə deputat olmayayım ki? Gəl millətə xidmət edir. O fikirləşir ki, mən də olmalıyım. Məsələn, niyə hamı icra başçısı olması? İcra başçısının vəzifəsi maaşı bilirsiniz nə qədər? 2500 manat. 2500 manat maaşa görə kim gedib icra başçısı olmaq istəyər? O boyda məsuliyyət öz çiyinlərinə götürmək istəyər. Heç kim. Arkadaşlar, burada həqiqətən qanunla işləyirsənsə, kim bir manat maaşa gəlsən, yer icra başçısı olmaq istəməzsən axı. Bilirsən, orada qanunsuz yollarla çapıb talayacaqsan, torpaq satassan, nə bilim, o balkon çıxardandan 5000, orada nə bilim, belə tərpənəndən avazsan da, bundan ötürü gedirsən də ora. Yoxsa kim 5 manat maaşa görə sən ora getməsən? Öz vəzifəsinin məsuliyyətini, qardaş, məsələn, mən özüm də, indi mən açıq deyim ki, bu seçkilərə məsələn, niyə, mən müxalifət partiyası deyiləm, cəmaat deyir ki, deyirsən müxalifətəm, niyə getmirsən seçkiyə? Mən bu partiya, az yazıçıyam da, kisədə kitabları satan bir yazıçıyam. Mən indi öz-özümə fikirləşirəm ki, qardaş, mən niyə gedib deputat olmaq istəyirəm?